Hər kəsi salamlayırıq, hörmətli dinləyicilər. Hər vaxtınız xeyirli olsun. Vaxt zaman yetişdi. Biz qonaqlarımızla sizin görüşünüzə gəldik. Niyə qonaqlar deyirəm? Çünki az sonra daha bir qonağımız bizə qoşulacaq. Əvvəla isə mən hər kəsə gözəl əhval-ruhiyyə arzu etmək istəyirəm. Dalğa FM-ə köklənmişsə, demək ki, bu gözəl musiqilərdən zövq almış olursunuz və sözsüz ki, bütün bu musiqilərin sədaları altında həm də maraqlı söhbətlər, həmin o ifaçılar, həmin o sevilən mahnıların yaradıcıları ilə, ifaçıları ilə görüşdürürük sizi. Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun ortaq layihəsi Sənətin Səsi olaraq. Bugün də çox gözəl səs sahibləri bizimlə olacaqlar. Onlardan biri artıq bizimlədir, studiyamızdadır və mən böyük məmnuniyyətlə təqdim etmək istəyirəm. Cahangir Cahangirov adına xorun solisti, vokal ifaçısı, həm də piano ifaçısı Aydan Tağıyeva. Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Biz təşəkkür edirik. Dəvətimizi qəbul edib gəlmisiniz və az sonra həmkarınız, xorun digər solisti də bizə qoşulacaq. Bizi onlayn da dinləmək mümkündür dalğafm.az saytından və həm də görüntülü buraxılışlarımız Dalğa FM və Mədəniyyət Nazirliyinin YouTube kanallarında da yerləşdirilir. Oradan da izləmək mümkündür. Bəzən, məsələn, mən dəfələrlə Cahangir Cahangirov adına xorun konsertlərində böyük məmnuniyyətlə sevə-sevə iştirak etmişəm, sevə-sevə dəvəti də qəbul edirəm və mən Cahangir Cahangirov adına xorun rəhbəri, bizim gözəl əziz insan, dirijor Təranə xanımı, Təranə Yusifovanı salamlayıram. Ona bəri başdan təşəkkür edirəm ki, bax bu cür möhtəşəm bir deməli bir xor olaraq yaradıb və bu işi uğurla davam etdirir. Biz Təranə xanımla da çalışacağıq bir bağlantı yarada. Amma siz istərdik Aydan xanım, bir qədər yaxından tanıyaq. İfalarınız olacaq. O kim sizə ilk dəfə dedi ki, səndə gözəl vokal imkanları var, səsin gözəldir. Mənə məsələn bir aparıcı olaraq bizdə hardasa oxşardı da əsas bizim deyir o necə deyərlər üstünlüyümüz, prioritetimiz o səsimizdir. Sizə kim demişdi bunu? İlk dəfə olaraq. İlk dəfə əslində bunu mənə elə Təranə xanım özü deyib. Uşaqlıqdan mən bilirdim ki, mənim istedadım var, amma məni ilk dəfə kəşf edən məhz elə Təranə xanım özü olmuşdu. Elə oldu. Koronavirus dövründə yadımdadır ki, dərslər pandemiya vaxtında. Bəli, mən də İncəsənət Universitetinin bir tələbəsiyəm. Daha doğrusu keçmiş tələbəsi. Oranı bitirmisiniz? Bəli, piano üzrə. Bəli, piano üzrə bitirmişəm. Və biz pandemiya dövründə onlayn dərslər keçirdik. Onlayn dərslərdə də heç demək olar ki, bir-birimizi görmürdük, Zoom-la bağlantı qururduq. Və həmin dönəmdə Təranə xanım bizə dərs keçəndə bizə artıq yadımda deyil hansı mahnı idi. Hər bir tələbədən soruşurdu ki, imtahan edirdi ki, onlayn oxusun. Və mən də oxudum, o mənim üzümü görmədən dedi ki, sənin necə gözəl səsin var. İstədi ki, mənlə yaxından tanış olsun. Mən də elə Təranə xanıma çox dəyər verirdim. O dönəmdən elə istəyirdim ki, onun xorunda oxuyum. Sadəcə olaraq pandemiya dövrü olduğu üçün dərslər onlayna keçirilmişdi. Elə onda o məni kəşf etdi. Sonra biz ondan görüşdük və məni konsertlərdə solist kimi başladı təqdim etməyə insanlara. Və xorun tərkibində siz bugün fəaliyyət göstərirsiniz. Eyni zamanda daha məsələn hər bir vokalçının arzusudur ki, opera və balet teatrında çıxış etsin. Hər hansısa bir ona deyəndə ki, artıq mənim vokal imkanlarım var, səs tembrim, məsələn nə bilim sopranadır və yaxud da baritondur. Artıq hardasa iddialı olur ki, opera səhnəsinə. Olubmu çıxışlarınız və yaxud istəyərdinizmi? Mən elə əslində hal-hazırda opera və balet teatrında da işləyirəm. Oranın da solistisiz? Solisti yox, xor artisti vəzifəsində çalışıram. Opera balet teatrının xoru var, bəli, bilirik. Və çünki o xoru başqadır. Biz teatrda, tamaşalarda, məsələn, elə uzağa getməyə, nə bilim, o Leyli və Məcnun'da qızları var. Leylini qoyma, əri keçsin, belə bir xor, orada xor qız
yıldızların arasında siz də varsınız. Bəli. Orada da xor artisti kimi fəaliyyət göstərirəm. Yəni addım-addım da belə deyək də o zirvəyə qalxırsınız. Bəli. Fərq varmı? Məsələn, bax sizin hazırda oxuduğunuz həm opera balet teatrının xoru, eyni zamanda Cahangir adına xor. Bu xorlar arasında fərq varmı? Varsa nədir? Mən deyərdim ki, var. Həm ifa baxımından var, həm də ki repertuar baxımından təbii ki fərqlənir. Opera və balet teatrında biz əsasən operalardan hissələri belə deyim canlandırırıq. Bəli. Cahangirov adına xor kollektivində isə biz daha çox belə deyərdim konsert əsərləri ifa edirik. Bəli. Amma opera və balet teatrında tamaşalar ərsəyə gətirilir. Belə xordan danışarkən bayaq biz salamladıq xorun rəhbərini və hal-hazırda telefon bağlantısında və mən böyük məmnuniyyətlə Cahangirov adına xorun bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Təranə Yusifovanı salamlamaq istəyirəm. Hər vaxtınız xeyir olsun Təranə xanım. Hər vaxtınız xeyir Sevinç xanım. Necəsiz? O mənim sevimli yəni hal-hazırda Cahangirov xorun solistləridir. Bəli. Aydan Tağıyeva və Elmin İbrahimov. Elmin az sonra bizə qoşulacaq. Bəli. Və mən istərdim Təranə xanım, ümumiyyətlə bu xorda bilirik ki, siz özünüz şəxsən də bax o istedadları kəşf edirsiniz. Onları axtarırsınız, tapırsınız. Xorda əlbəttə ki, peşəkarlaşmağa, püxtələşməyə böyük əməyiniz, dəstəyiniz olur. Elə Aydan xanımı necə kəşf etdiniz? Necə oldu onunla tanış oldunuz və bugün sizin xorda həm də solist kimi çalışır, oxuyur? Sevinç xanım, baxın, onlayn dərs prosesi gedirdi. Biz onlaynda, deməli, Aydan başladı oxumağa, mən onu görmürəm, üzünü görmürəm. Xoşuma gəldi, təmiz oxuyur. Sonra ona WhatsAppda yazdım ki, qızım, sən mənim çox xoşuma gəldin. O da mənə yazdı ki, mən də sizinlə görüşmək istəyirəm. Olar mənim səsimə baxarsınız, olar mən dəstək olasınız. Dedim, onda gələrsən bizə. Gəldi, onun səsinin yəni quruluşunu da, qoyuluşunu etdim. Nəfəs öyrətdim ona, səsini genişləndirməyə öyrətdim ona. Və tədricən gördüm ki, çox istedadlı qızdır. Bəli. O onu belə kəşf elədim. Potensialı gördünüz, əlbəttə ki. Bəli. Bugün sizin xorunuzda artıq neçə nəfər fəaliyyət göstərir? Neçə nəfərdir? Maşallah bildiyimə görə 30 nəfərdir. Ona 30 nəfərdir və orada əvvəldən Azərbaycan Televiziya Radiosunun nəzdində olanda həmin bu xor, orada əvvəlki ifaçılardan 7 nəfər qalıb. Qalan 23 nəfər, yəni müsabiqə yolunla qəbul olub işə. Bəli. Yəni yeniləmisiniz həm də siz bu xoru. Siz bu xora bədii rəhbər gəldikdən sonra həm də demək olar hər ay konsert verirsiniz. Elə bu yaxınlarda da Beynəlxalq Muğam Mərkəzində çox möhtəşəm bir konsert oldu. Bəlkə elə onun haqqında da bir qədər yada salaq, danışaq. Bəli, biz hər ay ola bilər ki, bəzən 3-4 konsert veririk. Bu ayın birinci günləri Bəxtiyar Vahabzadənin 100 ilinə həsr olunmuş bir bədii gecə kimi konsert keçirdik və konsertin ideyası mənə məxsus idi. Mən konsertə aparıcı və qiraətçi kimi Mehriban xanımı dəvət elədim. Çox gözəl, təşəbbüs. Bəzi elə rejissor kimi də o bizim proyektimizə baxdı. Mahnı seçimi, ümumiyyətlə işləmələrin çoxu özümə məxsus idi. Və uşaqlarımız da hər birinə çalışdım ki, solo ifalar verim. Konsert deyilənə görə çox gözəl, yüksək səviyyədə keçibdi. Tamaşaçıların rəyinə görə. Bəli. Və Təranə xanım, bildiyimə görə elə ilin sonuna qədər bir neçə də bax bu xorun konserti olacaq. Bəli. 26-sı biz Allah qoysa Quba rayonunda, Quba Mədəniyyət Mərkəzində
solo konsert verəcəyik. Ay, nə Elə gözəl. istərdim orada elə bu proyekti orada təqdim edim. Çünki çox tərifləndi bu proyekt, çox bəyənildi. Həmin bu proyekti, bu Bu layihə. proyekti aparmaq istəyirəm Qubaya, bəli. Amma biz Üzeybəyin 140 ilinə həsr olunmuş 7 solo konsert vermişik. Ay maşallah. 200 il bəs olmuş. Bəli. Mühtəq bu il həqiqətən də Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar həqiqətən də bilirik ki, bir çox sənət adamları öz töhfələrini verdilər və xor dedikdə, yəni zamanında Üzeyir bəyin də Azərbaycan xorunun inkişafında böyük əməyi vardı və siz də xor kollektivi olaraq həqiqətən də ən məhsuldar belə deyək, işləyən bir kollektiv kimi bu il zəngindir bir repertuarla tamaşaçıların qarşısına çıxdınız. İlin sonuna qədər keçiriləcək tədbirlərdə, konsertlərdə də sizə uğur arzu edirik və sevə-sevə qatılıb iştirak edəcəyik. Minnətdarıq sizə Təranə xanım, var olun. Təşəkkür edirəm Sevinç xanım. Minnətdarıq. Təşəkkürlər. Sağ olun. Təranə Yusifova idi. Bugün bizim qonaqlarımız olan solistlərimizin Cahangir Cahangirov adına xorun solistlərinin həm müəllimi, əməkdar müəllim, həmçinin də elə bu xorun rəhbəri Təranə Yusifova. Və sənətin səsində bugün bizim xorumuzun səsləri, Cahangir Cahangirov adına xorun solistləri, gözəl səs sahibləri, qonaqlarımız da Aydan Tağıyeva və bu dəqiqələrdən həm də bizə daha bir solist qoşuldu, daha bir vokal ifaçısı Elmin İbrahimov. Xoş gəlmisiniz siz də. Çox sağ olun, təşəkkür edirəm. Dəvətiniz üçün minnətdaram və efir başında oturub bizi izləyən bütün tamaşaçılara buradan salamlarımı göndərirəm. Elmin bəy görər-görməz sanki hansısa bir obraz gözümün önündə canlandı. Bilmirəm indi sonradan Dalğa FM və Mədəniyyət Nazirliyinin YouTube kanalında izləyənlər artıq orada şərhlərdə yaza bilərlər. Hansı obraza bənzətdilər? Amma bilmirəm. Ümumiyyətlə özünüzü bax xorda, vokalda görərkən, yəni insan vokal xor deyəndə ağlına opera gəlir. Orada operadakı nə bilim obrazlar gəlir, Koroğlu gəlir, nə bilim əskər obrazı gəlir. Siz Əskər obrazı. Əskər. Daha çox bu obrazı. Heç arzunuz olubmu ümumiyyətlə operada hər hansısa bir obrazı canlandırmaq? Ümumiyyətlə operalar elə bir şeydir ki, orada hər bir musiqiçinin arzusudur ki, Bəli. O operalarda hansısa bir rolu özləri iştirak etsinlər və onu oynasınlar. Bu təbii ki, hər bir musiqiçinin, vokalistin bir arzusudur. Bəli. Yəni həm oğlanlar üçün, həm də qızlar üçün olsun Sevil və yaxud Balaş və yaxud Dilbər fərq etməz. Bəli, yəni bəli. ümumiyyətlə bu obrazlarda iştirak etmək hər bir musiqiçinin arzusudur. Mən də təbii ki, Üzeyir Hacıbəyovun səhv etmirəmsə olmasın, bu olsundadır Əskərin obrazı. Demək düz bənzətmişəm sizi Əskərə. Bəli, Əskər obrazında artıq ümumiyyətlə Üzeyir Hacıbəyli deyəndə də, yəni insanın ağlına onun operaları və oradakı xorları, demək olar bütün operalarımızda bugün xor var. Məsələn, Aydan xanım da elə xorda oxuyur. Siz necə operanın xorunda varsınızmı, iştirak edirsiniz, yoxsa elə Xeyr, sadəcə mən Cahangir. Bu deməli xorda fəaliyyət göstərirsiniz. Musiqi təhsilinizə gəlincə, Aydan xanım söylədi, siz Cəsarət Universitetində piano üzrə bitirmisiniz. Siz necə? Musiqi təhsiliniz varmı? Önəmlidirmi ümumiyyətlə? Musiqi təhsili ümumiyyətlə musiqi üçün çox önəmlidir. Bəli. Əgər istedadı varsa. Aha. Və Tanrı tərəfindən ona verilmiş bir musiqi duyumu, bizdə ona suluq deyirlər. Eşitmə qabiliyyəti. Bəli, eşitmə qabiliyyəti varsa, təhsil çox önəmlidir. Təbii ki, təhsilsiz olan çox istedadlı musiqiçilərimiz olub o dövrlərdə, yəni çox həvəskar o qədər formada. bir də görmüşük ki, istedadlı. Yəni zamanın, dövrün o zamanki baxdıqda çətin artıq dövrlər, hələ yeni formalaşan vaxtlar idi, bəli. Bəli, mən Bülbül adlı orta ixtisas musiqi məktəbini bitirmişəm 11 illik. Ondan sonra Azərbaycan Milli Konservatoriyasını bitirmişəm və ondan sonra da 2 il magistraturanı İstanbulda oxumuşam. Ay maşallah. Amma musiqi üzrə deyil, iqtisadiyyat üzrə oxumuşam. Amma Milli Konservatoriyanı nə üzrə bitirmisiniz? Xanəndəlik. Xanəndəlik. Yeri gəlmişkən deyim ki, mən də magistraturanı mədəniyyət sahələri üzrə idarə etmə bitirmişəm bu ixtisası. Elmin indi dedi ki, iqtisadiyyat üzrə bəli. Amma hardasa mədəni hər kəs universal. Bəli, yəni bu əslində hər tərəfli inkişaf etdirmək özünü və bugünkü müasir dövrdə əlçatan bir dövr və hər tərəfli insan özünü əlbəttə ki, inkişaf etdirməlidir və amma ən azından mədəni sahədə, mədəni tədbirlərin bilmək olmaz. Bəlkə gələcəkdə həmin o tədbirləri həm ifa edib, həm də idarə edəcəksiniz. Arzunuzdur. Bəli, elə budur. Bu cür layihələr. Zaten Aydan xanım özü bizim
tədbirlərdə bəzi nüanslar olur ki, təşkilatçılıqlardır və yaxud bizim elan üçün verdiyimiz dəvətnamələrin düzəltdirilməsidir, bəzi səhnəciklərdə falan. Demək o mənə gələn dəvətnamələr, afişalarda sizin əl qabiliyyətiniz var. Bu yaxınlarda elə bax dünən gerçəkləşən Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı çox möhtəşəm idi o dəvətnamə. Yeri gəlmişkən Bəxtiyar Vahabzadənin də fotosu orada belə bir fon kimi hazırlamışdım. Siz hazırlamışdınız. Mükəmməl idi. Həqiqətən də mükəmməl və bu cür istedadlı gənclərlə ünsiyyətdə olmaq çox xoşdur. Bizim söhbətimiz, ünsiyyətimiz davam edəcək. Amma xanəndəlik üzrə bitirmisiniz. Fikrim qaldı orada ki, onda siz milli muğam operalarımızda da bir Məcnunu da yarada bilərsiniz. Yarada bilər əslində. Ola bilər. Niyə də yox? Bəli. Və gözəl səs təmbiri var əsas bizim bugünkü solistlərimizin. Bunu yəqin ki, dinləyicilər radio vasitəsilə eşidirlər. Amma həm də onları sənət adamının görkəmi, qaməti də önəmlidir səhnə üçün. Görmək istəyənlər sonradan YouTube kanallarında izləyəcəklər. Həm Dalğa FM-in, həm də Mədəniyyət Nazirliyinin. Ümumiyyətlə, hər zaman maraqlı olub ki, məsələn, biz uşaq vaxtı hər bir ailədə məsələn uşağı xora verərdilər. Mən də xora vermişdilər. Mən də o xorda nə zamansa oxumuşam. Daha sonra piano üzrə təhsilimi davam etdirmişəm və o ən çox o aparıcı partiyaları, o ki, əsas solist çıxır qabaqda, öndə ifa edir. Daha sonra xor hər şeyi təkrarlayır. İndi də o xorda artıq belə deyək də kamilləşmiş, ali təhsilli, peşəkar musiqiçilərdə də o xorda olurmu ki, məsələn, əsas partiyaları, əsas hissələri məsələn filan kəs oxuyacaq, amma nəqarəti xor bütünlüklə oxuyacaq. Onu seçilirmi? Bugün xorda ifaçılar arasında o fərq varmı? Yoxsa hər kəs bugün bu əsas partiyanı oxuyursa, digər sabah başqa ifaçı oxuya bilər? Əslində Cahangirov adına xor kollektivində demək olar ki, bütün oradakı xor artistləri hər biri hətta deyərdim, solistdilər. Yəni, hər biri solistdir. Fərənə xanım ancaq belə deyim, istedadlı insanlara dəyər verib orada, istedadları yəni belə deyərdim, başına yığır. Yəni seçilmişlərdir artıq orada. Ona görə hər biri çox istedadlıdır. Oğlanlar arasında da mı, bəylər arasında da belədir. Bizdə Tərnə xanımın bir sözü var, qaymaqlar. Bəli. Bizdə hər kəs solistdir. Yəni bugün məsəl üçün hansısa bir əsəri mən oxudum, sabah da onu oxuyacağam deyə bir şey yoxdur. Sabah digər oxuya bilər, o bir gün başqası oxuya bilər, digər gün başqası oxuya bilər. Yəni bizdə sən bunu oxudunsa bitdi. Sən sona qədər bunu oxuyacaqsan deyə bir şey yoxdur. Mən onu bilmək istəyirdim ki, Tərnə xanım hər kəsə şans verir, hər kəsə öz istedadını göstərməyə fürsət yaradır. İmkan yaradır. Bəli. Məsələn, dünən sizin bir daha gözəl bir, möhtəşəm bir konsertiniz oldu, çıxışınız oldu və hər bir bildiyimə görə, məsələn, hər hansısa bir elə Cahangirovun adına xordusa, elə onun özünə həsr olunan konsert də var idi. Cahangirov musiqilərini yəqin ki, sizin repertuarınızda daha çoxdur. Ümumiyyətlə, xorda prioritet təşkil edilən ifalar, əsərlər hansılardır? Mən deyərdim ki, biz müxtəlif əsərlərə belə müraciət edirik. Ən çox belə professional əsərlərlə işləyirik, belə deyərdim. Yəni ki, biz elə Cahangirovun Füzuli kantatasında ifa etmişik. Ən çətin ağır əsərlərdir. Bəli, ifa etmişik konsertlərimizdə. Siz necə düşünürsünüz ki, ümumiyyətlə xorda, xor üçün ifa olunan, yazılan, xor repertuarına yaxın əsərlər hansılardır? Cahangirovun özü xor üçün inanılmaz dərəcədə çox gözəl əsərlər yazıb. Üzeyir Hacıbəylinin özü olsun. Bəli. Yəni ümumiyyətlə çox əsərlər var, amma bəzi əsərlər var ki, məsəl üçün çox professional formada işlənməyib. Yəni sadəcə indi o dövrün necə deyim, mühitinə əsasən standart formada, unison deyirik biz onu, unison formada yazılan bəzi xorlar ki var, onu da Tərənə xanım özü işləyir. Daha belə professional, yəni 4 səs, 5 səs, hətta 8 səsə, yəni tenorda 2 səs olur, hər partiyada 2 səs bölünür. Daha gözəl işləmə halında bizə məsləhət görür və biz də onu oxuyuruq və çox mükəmməl səslənir. Və konsertlərimizdə bir çox əsərlərin işlənməsi də elə Tərənə xanıma məxsusdur.
bir neçə layihələrdə həm də sizin bax konsertlərdən əlavə mən bu ili xatırlayarkən düz artıq ilin sonuna irəliləyirik. Bu il jurnalistlərin, elə biz jurnalistlərin belə deyək də gözəl bir bayramı təşkil olmuşdu elə Mədəniyyət Nazirliyi tərəfindən. Yəqin ki, var idinizmi siz orada? Bəli, deməli Mədəniyyət Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi o tədbirdə məhz sizi xoru orada dinlədik. Yəni həqiqətən də heyran qaldıq. Hətta bildiyimə görə o yəni alqışlarla yenidən və yenidən sanki tələb olunurdu ki, ardı gəlsin və deməli xor oxuyarkən amma burada hər bir media nümayəndəsi bir toy bayramı idi, bir vüsat almışdı. Hər kəs rəqs edirdi. Belə bir şey əslində şey görməmişdim. Çünki xor dinləyəndə insan belə xoru dinləyirdi. Daha çox klassik, yəni təmkinli əsərlərdir, amma repertuarınız çox fərqlidir. Burada Təranə xanım da xüsusi əməyini söyləmək lazımdır ki, o bizim əvvəlki o qədim xalq mahnılarımızı, oynaq mahnılarımızı, hətta 6-8 ritmində olan, hətta nə bilim o köhnə toy rəqsləri mi deyim, yəni çox maraqlı bir rəngarəng doğrudan da bir repertuar idi. Yəni hətta belə deyim, bizim köhnə musiqilər bir qırağa. Təranə xanım başqa ölkələrdə xarici əsərlər olan klassik əsərlərdə azca məsəl üçün xarici əsərləri də xora sizin sintez eləyirik. Sintez edir. Bəli, hardasa xatırladım. Onun özü də bir gözəllikdir. Çünki dünya məsələn musiqi aləminə baxanda onların dünya xorları olub da, yəni onların da məşhur nə bilim Ave Maria olsun, başqa əsərlər olsun ki, klassik əsərlər. Onları bizimki ilə sintez edəndə o da müasir dinləyicidə də həm də adi bir insanda da çox fərqli hisslər oyada bilər və ona görə də bugünkü xor yəni bəzən insan düşünə bilər ki, xordur, ancaq məsələn hansısa bir xor əsərləri, amma yox, həqiqətən o milli musiqilərimizi də sizin repertuarınızda eşitmək çox, həqiqətən də çox xoşdur. Çox daha bir qısa bir ifa var. Sizin xorun birgə ifası da çox güman ki, elə Aydan xanım və Elmin bəyin də birgə ifa etdiyi ifadır. Gəlin eşidək, ardınca isə biz canlı-canlı da eşidəcəyik bizim xorun salistlərinin ifasını. Akapella şəklində bəli ifa olundu. Qızım, çox maraqlı bir kompozisiya. Həm də istərdim bir məlumat əldə edək. Bu əsər necə adlanır və Qızım əsəridir. Qızım, İşləməsi Təranə xanıma məxsusdur. Çox gözəl əsərdir. Bəli. Az öncə unutmuşdum, yadıma düşmüşkən deyim. Norveç əsəri var, Blåman, Norveç əsəridir. Süsən Sümbül sintez etmişdi Təranə xanım. Led yazısı varmı onun? Konsertlərdə ifa edirsiniz. Led yazısı da var. İnşallah gələn dəfə istərdik bax o həmin o ifaları. Çünki biz də Dalğa FM olaraq bax bu cür maraqlı işləri, maraqlı layihələri, sintezləri sevə-sevə səsləndirik, yayımlayırıq efirimizdə və Norveç əsərini söylədiniz. Yadımdadır, zamanında Norveç Skruk xoru var idi. Siyavuş Kəriminin maraqlı bir işi var idi. Norveç Skruk bəli xoru ilə bizim musiqiçilərin birgə ifalı, yəni xanəndə ilə, estrada və xorla. Bu cür layihələr, bu cür sintezlər, interpretasiyalar həqiqətən də alqışa layiqdir və bir daha mən uğur arzu etmək istəyirəm. Həm Təranə xanıma, bu Cahangir Cahangirov adına xorun rəhbəri, həm də müəlliminiz, belə deyək də ustadınızdır və xorun hər bir solistinə ayrı-ayrılıqda bugün Aydan və Elmin bəyin timsalında salamlayırıq hər birini və inşallah gələn dəfə daha böyük heyətlə sevə-sevə təşrif buyurarsınız və dünən söylədik ki, Bəxtiyar Vahabzadənin, bizim böyük şairimizin 100 illiyi ilə əlaqədar çox möhtəşəm bir konsertiniz oldu və konsert hətta bir layihə idi. Bir gözəl aktrisamız Mehriban Zəkinin iştirakı ilə və orada da yəqin ki, Bəxtiyar Vahabzadənin sözlərinə mahnılar idi. Eynən. Artıq buraxılışımızın sonuna yaxınlaşırıq. Bəlkə elə bir canlı da nəyisə ifa edəsiniz. Ürəyinizdən keçirmi? Nə olsun sonda? Duet şəklində olacaq. Olar.
Yadındamı? Yadındamı? O, yadındamı deyəndə yada düşən Oqtay Ağayev olur, Bəxtiyar Vahabzadə və əlbəttə ki, Xəyyam Mirzəzadə bəstəkarı. Elə bax bu möhtəşəm əsərlə canlı Aydan Tağıyeva və Elmin İbrahimovun ifası ilə yekunlaşdırır bugünkü proqramımızı. Bugün gün ərzində verilişimizi həm Mədəniyyət Nazirliyinin, həm Dalğa FM radiosunun YouTube kanallarından da əlbəttə ki, izləyə bilərsiniz. Buyurun, təşəkkür edirəm bir daha sizə. Çox sağ olun, biz təşəkkür edirik dəvətiniz üçün. Var olun. Dəvətiniz üçün, həm də bizi dinləyən insanlara təşəkkür edirik. Səsiniz, sorağınız çox uzaqlardan gəlsin. Dünyanın böyük səhnələrindən həm xor olaraq, həm də fərd olaraq ayrı-ayrılıqda da hər birinizin solo karyerasında da bu nailiyyətlər, uğurlar arzu edirik. Sonda canlı ifanızı eşidək, sevə-sevə. Buyurun. Yadındamı ötən günlər, ağac altı bulaq səsi, günlər keçir, bizə qalır o illərin xatirəsi. Gəl əzizim, keçənləri yada salaq, dönə ötən günə, gün çatarmı calasan da günə. Gəl əzizim, keçənləri yada salaq, dönə ötən günə, gün çatarmı calasan da günü